Valideynlər ev şəraitində uşaqlarında bir eşitmə qüsurunun, zəifliyinin olmasını necə müəyyən edə bilərlər? Yəni hansı uşaqlar risk qrupuna daha çox daxildir? İlk öncə valideyn bunu bilməlidir. Əgər nənədə, babada, atada, anada hər hansı bir qohumluqda, yaxın qohumlarda eşitmə zəifliyi varsa, bu uşaqda da ola bilər, bu risk qrupundadır. Uşaq mütləq şəkildə yoxlanılmalıdır. Əgər uşağa nə vaxtsa antibiotik vurulubsa, iynə vurulubsa, bu da risk qrupuna aid olur. O da mütləq şəkildə yoxlanılmalıdır. Yəni bu problem həm də genetikdir deyirsiniz. Bəli, genetik faktorlar da burada rol oynayır. Bir də qohum evliliyidirsə. Qohum evliliyidirsə risk faktordur. 80-90% hallarda qohum evliliyindən olan uşaqlar, dünyaya gələn uşaqlarda eşitmə problemi olur. Hətta. Bizdə olur ki, məsəl üçün valideynlər gəlir ki, bu 3-cü uşaqda, 2 uşaqda olmayıbdı, niyə bunda olub? Deyir, onu bilmək olmur. Elələri var, olur, elə uşaqlar var, olmur. Yəni, elə uşaqlar var ki, onlarda eşitmə zəifliyinə rast gəlinir, elələr də var ki, rast gəlinmir. Amma 90% hallarda qohum evliliyindən anadan olan uşaqlarda eşitmə zəifliyi olur.